hoş geldiniz deyirəm. Əziz şəhərzamanları, qarşınızda baş əydik. Bugünkü tədbirimizin Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin hərbi təmayüzçüsü, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatçısı, xalq şairi Fikrət Qocanın işığına yanaşmışıq. O şairin ki, ömrünün bütün illərini vətəninə, xalqına, poeziya sənətinə həsr etmişdir. Əziz tədbir iştirakçıları, ölkə prezidentimiz Cənab İlham Əliyevin Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamı sizlərə təqdim edirəm. 2025-ci il avqust ayında Azərbaycan xalq şairi Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini nəzərə alaraq, Azərbaycan ədəbiyyatının inkişafında xidmətini nəzərə alaraq, xalq şairi Fikrət Qocanın 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifini nəzərə almaqla xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı həyata keçirilsin. İlham Əliyev. Biz də Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəfəq Kənd Mədəniyyət Evi və Bisella şirkətini birgə təşkilatçılığı ilə bu fərmanı nəzərə alaraq bugün xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunmuş İnsan Axtarıram Mən adlı poetik bir gecə təşkil etmişik. İndi biz onu sizlərə təqdim edirik. Fikrət Qocanın hansı vəzində yazılmış şeirlərinin hansının az, hansının çox olduğunu hesablamamışam. Belə bir fikrim də yoxdur. Çünki bilirəm ki, Fikrət əsl şairdir. Hansı mövzunu, hansı mətləbi, hansı vəzində ifadə etməyi çox yaxşı bilir. Ona görə də əksər hallarda yazdıqları uğurlu olur. Bu sözləri xalq şairi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim söyləmişdir. Fikrət Qoca Naviko şairi kimi o fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan dərin humanist məzuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Zəngin yaradıcılığında müasir insanın mənəvi, əxlaqi, kamillik axtarışlarına öz əksini tapmışdır. Fikrət Qoca fəaliyyəti boyunca yüksək ictimai amalar sadiq qalmış, olma xalqının azadlıq ideyalarını daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir. Fikrət Qoca 1938-ci il avqustun 25-də Ağdaş rayonunun Köpal kəndində anadan olmuşdur. Onun şeirləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radiosu və Televiziyası Verilişləri Komitəsində, Azərbaycan Gəncləri Qazetində, Azərbaycan Jurnalında fəaliyyət göstərmiş. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məşhur katibi olmuşdur. 1987-ci ildə Qobustan İncəsənət toplusunun baş redaktoru işləmişdir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olmuşdur. Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə vəfat etmişdir. Onun əziz xatirəsi hər birimizin qəlbində həmişəlik olaraq yaşayacaqdır. Söküləndə xoşum gəlir. Mən göz yaşı sevməyirəm. Yarpaqlarda şeh damlası töküləndə xoşum gəlir. Hörmətli tədbir iştirakçıları, bayaq qeyd etdiyim kimi dəyərli şairimiz Fikrət Qocanın əzizi olan hörmətli Babək müəllim
sizi mədəniyyət evimizdə görməyə çox şadıq. Mən öz adımdan, kollektivim adından bu tədbirdə iştirak etdiyinizə görə sizə öz dərin təşəkkürümüzü və hörmətimizi bildiririk. Çıxış üçün söz verilir Babək müəllimə. Değerli şəxsiyyətin işimə toplaşdığınız üçün salamlayıram, təşəkkür edirəm hər birinizə. Mən bu dəvəti alanda həqiqətən də çox fərəhləndim. Çünki özünüz də yəqin ki, bunun şahidi siz. Hər gün danışılan mövzulardan biri odur ki, bizim cəmiyyətdə ədəbiyyata, mənəvi dəyərlərə, bir çox dəyərlərə artıq münasibət unudulur, zəifləyir. Ancaq belə bir mədəniyyət evinin rəhbərindən, Goranboy rayonunun Şəfəq kəndindən, sizin cəmaatınızdan dəvət alanda qürurlandım və sevindim. Və ailəm adından da sizə təşəkkür edirəm. Fikrət Qocanın ailəsi adından da, əzizlərimiz adından da sizə təşəkkür gətirmişəm. Mən də ilk öncə burada iştirak edən əzizlərimin, şəhid əzizlərinin, analarının, ailələrinin qarşısında baş əyirəm, təzim edirəm. O sözün qarşısında bütün sözlər gücsüzdür. Çünki o şəhidlik dərəcəsi, mərtəbəsi elə bir uca, ali dərəcədir ki, Allah qatında ən uca mərtəbədir. Ona görə dünyaya aid heç bir söz o dərəcənin yanında tab gətirə bilməz. Ona görə siz ən əzizlərinizi, canınızın parçalarını bu vətən üçün, bu torpaq üçün qurban vermişsiniz. Amma eyni zamanda da bizlərin şərəfini, ləyaqətini, namusunu qoruyacaq bir evlatlar yetişdirmişsiniz. Buna görə də Allah onsuz da onların qiymətini verib. Biz də şəxslər olaraq, cəmiyyət olaraq, vətəndaşlar olaraq həyatımız boyu sizə minnət borcumuz var. İlk sözü mənə verdiniz. Məsuliyyətli bir məqamdır. Diqqətinizə çatdırım ki, Fikrət Qoca Ağdaşda dünyaya gəlsə də, ancaq 1935-ci ildə babamız Göyüş doktor, yəni onu elə tanıyırlar hələ də Ağdaşda. Göyüş həkim 42-46-cı illərdə 2-ci Dünya müharibəsinə yaralandıqdan sonra həkim olur. 43-46-cı illərdə bu faktı çox insan bilmir, çox az insan bilir. Sizin üçün özəl bunu gətirmişəm. O burada Dəlməmmədlidə o zaman xəstəxananı, hərbi xəstəxana kimi təyinatı olub və o burada işləyib bizim babamız və Fikrət əminin də Goranboy torpağında bir uşaqlıq illəri keçib, 3-4 ili burada keçib. Onun da, atamın, rəhmətliyin də, sonra bibimin də, yəni onların Goranboyla çox fərqli xatirələri var. Ona görə onlar da bu torpağın çörəyini yiyiblər, suyunu içiblər. Onların da qanına bu torpağın havası qarışıb. Ona görə elə biz də sizdən bilirik. Bunun üçün də ayrıca təşəkkür edirəm. Fikrət Qoca ədəbiyyatı, Fikrət Qoca dünyası, baxışı, belə insanların dünyaya aid olmur o insanlar. Onlar bütün kainata, Allahın yaratdığı bütün müqəddəsata aid olurlar. Onlar üçün vətən anlayışı sərhəddən ibarət olmur. Onların insan harda varsa, insan harda yaşayırsa, o insanlar üçün vətən oradır. Və onlar harda insan görürlərsə, harda dəyərli bir şəxsiyyətlər, sizin kimi şəxsiyyətlər görürlərsə, öz ruhlarını o insanlara, öz qəlblərini hədiyyə eləməyə çalışırlar. Fikrət Qoca poeziyası, ədəbiyyatı siz çoxunuz böyük ehtimal ki, eşitmişsiniz, duymuşsunuz. 600'ə yaxın onun şeirlərinin musiqilə bəsləndiyi, ən məşhur, yəni filmlərdə ən məşhur, yəni ifaçıların repertuarlarında Fikrət Qocanın mahnıları var. Gəl səhər, biz mehriban ailəyik, qaytar mənim eşqimi, ana, payız gəldi, uçdu, getdi quşlar. Yəni bir çox belə misallar çəkə bilərik. Ancaq mən burada fərqli bir
məqama toxunmaq istəyirəm. Şəhidlərimizə aid bir məqama. Fikrət Qocanın son 30 ildə 90-cı illərdən sonra, 88-ci ildən sonra, əsasən də Qarabağ müharibəsindən sonra bəlkə də onun elə ürəyinə o çat, o ağrı onda daha da artmağa başladı. O Qarabağ dərdi ilə yaşayırdı. Həqiqətən qəbul edə bilmirdi. Hətta onun bilirsiniz povestləri də var, romanları da var, publisistikası da var, qəzetlərdə də böyük yazılar çıxırdı. O dönə-dönə bu Qarabağ mövzusunu qabardırdı və önə çıxardırdı. Və nə yaxşı ki, dünyadan göçmədən bu qələbə, zəfər xəbərini aldı və rahat gözləyir. Mən əminəm ki, çünki son anda yanında olanlardan biri mən idim və rahat idi, huzurlu idi, üzündə huzur təbəssümü var idi. Sizlərin sayəsində. Bir daha sizə onun da adına təşəkkür edirəm. Çünki onun içində olan o ağrını sizlərin evlatlarınız qurtardı. İlk Qarabağ müharibəsində 92-ci, 93-cü il, 94-cü illərdə mən də çox üzr istəyirəm, bu sözü xoşlamıram demək, amma fakt olaraq bildirim, mən də savaşmışam, yaralanmışam. Yəni Fikrət əmi, qardaşım da Şuşa istiqamətində döyüşüb. Fikrət Qoca, Fikrət əmi deyim, Fikrət əmi onu hər zaman misal çəkəndə, bizi misal çəkəndə üzü gülür, sevinirdi, qürurlanırdı ki, mənim də evlatlarım, qardaşımın evlatları bu vətən üçün bir şeylər eləməyə çalışırlar. Mən yaralanmışdım, gəlmişdim, sonradan qayıda bilmədik. Və bu zaman dilimində ixtisasca hüquqşünasan, ancaq öz istiqamətimdə, öz ixtisasımda işləmədim. Şirkət qurmağa qərar verdik. Nəyə gətirirəm sözümü? Mən bu şirkəti qurarkən qarşımda bir məqsəd oldu və səbəb nə idi? Müharibədən sonra biz bacardığımız qədər qazi ailələrinə, şəhid ailələrinə, müharibə iştirakçıların ailələrinə ziyarətlərə gedirdik, bacardığımız yardımları, dəstəkləri eləməyə çalışırdıq. Və mən orada baxdım ki, gördüm, şahid olurdum ki, həqiqətən də Azərbaycan xanımı, Azərbaycan qadını dünyada misli görünməmiş bir gücdür, qüdrətdir, xanımdır. Onlar necə qürurla dururlar, necə onlar o şəhidin ruhunu yaşadırlar, necə o qazinin ailəsi olduğundan fəxr edirlər, necə o veteran ailəsi olmasından fəxr edirlər. Və qarşıma məqsəd qoydum ki, mən elə bir şirkət quracam ki, Azərbaycan xanımlarına hitab edəcəm, onlara bir iş şəraiti edəcəm. Və ona görə də belə bir şirkət qurduq. O şirkətdə əsasən xanımlar əməkdaşlıq edir bizlə və onların da bizim verdiyimiz o şəraitlə bizdən məhsul alırlar, satırlar, qazanc əldə edirlər və daha da güclü bir iş qadını olmağa çalışırlar. Xoş gəldiniz. Və Biserle şirkətini qurarkən 2023-ün fevral ayının 7-sində qurduq şirkəti. Bizim şirkətimizin değerli xanımlarından biri, iş xanımlarından biri, elə sizin torpaqların da yetişdirdiği, burada da çox onun əlaqələri, qoxuları var, əqrəbaları var. Burada da bizlə gəlib Bülbül xanım şəhid bacısı, bəlkə də Azərbaycanda tək ailədir ki, 9 bacının bir qardaşı şəhid olub. Tərtər istiqamətində, Ağdərə istiqamətində savaşda şəhid olub Bülbül xanımın qardaşı. Biz şirkətimizi fevralın 7'si qurduq. Çünki Əli qardaşımızın ad günü həmən gündür. Və biz hər il fevralın 7'si şirkətimizin qurulma günü ilə bərabər də şəhid Əli qardaşımızın, Billur bacımızın qardaşının da ad gününü keçirdik. Şəhidlər Allah kəlamda, müqəddəs kəlamında, Quran-ı Kərimdə bildirir ki, onlara ölü demir. Yəni, onlar ölü deyirlər. Buradan nə nəticə çıxır? Biz onlara yoxmuş kimi yanaşa bilmərik, o zaman Allah'ın ayətini bozuruq. Yəni, Allah
üsyan eləmiş oluruq. Çünki biz Allah'a inanırıq, Allah'ın kəlamına inanırıq, Resulullah onun kəlamlarını qəbul edirik, onlara inanırıq, bütün müqəddəsata inanırıq. Allah bildirir ki, şəhidlər ölü deyil. Yəni onlar buradadırlar hal-hazırda. Ancaq şəkildən ibarət deyirlər, onların ruhları, mənəviyyatları buradadır. Bizim görməməyimiz o demək deyil ki, onlar burada deyirlər. Onlar buradadırlar. Və bütün şəhidlərin ruhları qarşısında baş əyirəm, Azərbaycan torpağı var olandan, devlətçiliyi var olandan, bu vətən üçün canını fəda edən bütün şəhidlərin qarşısında baş əyirik. Əsasən də bu son zəfəri bizə yaşadan şəhidlərimizin, qazilərimizin, müharibə işdaşları var qarşısında baş əyirik. Çox vaxtımızı almaq istəmirəm. Fikret Qocanın dediyim kimi içində bir ağrıydı Qarabağ dərdi. Onun bir şeiri var. Çox az bilinen bir şiirdir. Ben icazə verseniz o şiiri burada okumak istəyərdim. Ama özüm də görərdim. Ama xahiş edirəm, balalarımız yanımızdadır kimi qulaq asaq, əzizlərimiz yanımızdadır kimi qulaq asaq və onların burada dediklərinə əməl edək. Şeirin adı şəhid ruhunun anasına pıçıldadıklarıdır. Mütləq və mütləq siz onların pıçıltısını eşidirsiniz. Demək ki, Fikir Ədəmi də eşidir və bu şeiri qələmə alır. Deyir ki, şeirdə pəncərəmə düşən kölgə mən amana. Ürəyində qalan bəlkə mən amana. Bu el, elad, bütün ölkə mən amana. Mən həmişə yanındayam. Mən yanına qayıtmışam. Ruhundayam, qanındayam, canındayam. Qurban olun, təmkinli ol, vüqarlı gəz. Düşmən səni gözü yaşlı görə bilməz. Qismətini, qamətini elə əymə, gözəl ana. Qoluna girmişəm axı, qəşəng ana, gözəl ana. Yaxşı yaman gözlər baxır. Axı oğul anasısan, qızlar baxır. Elə danış, qoy səsində səsim gəlsin. Bilməyən də görsün, bilsin, bilsin əskər anasının bu şəhidin, bir şəhidin yenilməyən bayrağısan, evimizin çırağısan, sən ruhumun mayasısan. Ay üzünü duman alsa, azaram mən. Ulduzların arasına yüz illərlə ana deyib gəzərəm mən. Sən deyirsən böyük dərddir, mən deyirəm ana üçün qurban getmək. Mən deyirəm ana üçün qurban getmək oğullara ən böyük bir səadətdir. Ana, vətən, ana vətən. Bir də bu dünyaya gəlsəm, sizin üçün bir də şəhid olaram mən. Allah rəhmət eləsin. Fikret Qoca, yəni biz bu misraları oxuyuruq, əlbəttə bizə də toxunur, amma inanın ki, bu misraları yazana qədər Fikret Qocanın içindən yüzlərlə, minlərlə o anaların hissləri keçir. Bəlkə də öz evladlarının üzünə doyunca baxmaq istəməyib ki, mən bu balalardan utanıram, bu analardan utanıram, bu atalardan utanıram. Və çox sağ olun ki, bugün onun mənəviyyatına, mədəniyyətinə, ruhuna, saygıya bu yay günündə, istirahət günündə buraya toplaşmışsınız, bizi dəvət etmişsiniz, bizə dəyər vermişsiniz. Yəni bu çox böyük bir neymətdir. Əsl şairin,
əsl yazıcının, əsl mənəvi dəyərlərin keşiyində duran insanların qədri belə yerlərdə bilinir. Əsl saf, təmiz, səmimi ortamda bilinir. Elə bu şairlər, bu yazıcılar bu torpaqdan, bu kənddən, bu gəzəkdən çıxıblar. Ona görə bir daha təşəkkür edirəm. Çıxış üçün söz verilir Ağcakənd Mədəniyyət Evinin direktoru Zahid müəllimə. Buyurun. Birinci növbədə icazə verin, hamınıza can sağlığı arzulayıram. Bu gözəl qızıldan qiymətli vaxtlarınıza qənaət edib, bu gözəl, ölməz sənətkarın yaradıcılıq işinə yığışdığınız üçün hamınıza təşəkkür edirəm. Allah razı olsun. Babəş müəllim və Samirə xanım sənət karifeyimizin həyat yaradıcılıq haqqında dedi. Bəli, 1905-ci ildə Ağdaş rayonunun Kötəxans kəndidir, kəndində anadan olub. Allah Teala yəni özünü tərqinlik olmasın, Babəş müəllimdən, o gün də Bəxtiyar müəllimin günü idi. Allah Teala mənə o qisməti verib ki, belə ədiblərlə mən tanış olmuşam, mənim hansı zirvədəyəmsə, mərtəbədəyəmsə onları böyüyürüm. Babəş müəllim, öncə mən deyim ki, 80-ci illər idi, rəhmətlik Məmməd Aslan idi, Qaşıq Kərəm Yazaq Fərman Eyvazda idi, İşıq nəşriyyatında məni tanış elədilər, Fikrət müəllimlə. Xeyli söhbət elədilər, çox nəzəri söhbətlər elədilər. O göz gəldirdi mənə, dedi ki, bu kimdir? Dedi ki, Göyçə Mahmuddur. Özdə yazır. O yazır, mən də mən utanırdım, yazırdım. O təkid elədi, mənə bir şeyi dedi. Allah qəri-qəri rəhmət eləsin. Bəxtiyar müəllim dedi, mühər vurmuşam. Yəni, üzr istəyirəm, reklam xatirinə olmasın, bu olan deyirəm. Dedi, ştampı da mən vurdum. Belə gülüşdülər. Mən bu gün onun ruhu önündə baş əyirəm. Fikrət Qoca nəinki təkcə Azərbaycan poeziyasının, Türk poeziya dünyasının ən parlaq simvollarında biridir. O sahə, həyatımızın o sahəsi yoxdur ki, Fikrət Qoca o sahəyə toxunmasın. Qağayı ömrü, günlərin birində, Dənizdən Ayşiməndə, Gül ömrü, günlərin birində və digər əsərləri ilə bütün sənətsevərlər qəlbində böyük bir əbədiyyət çəkmişdir. O, hətta 90-cı illərdə onu mən gözünü yaşardığını gördüm mitingdə, ağladığını gördüm. Odda keçənlər, insan səviyyəsi kimi poemaları 90-cı illərdə, həmçinin nəsrdə də çox böyük yeri var. Ölüm ayrılıq deyil. Hələlik qiyamətə qədər kimi nəsr əsərləri bütün oxucularımızın dilindədir. Mən bugünkü gündə bütün ölməz sənətkarlarımızın, o cümlədən Fikrət Qocanın ruhu önündə baş əyirəm. Babəş müəllim, sizə can sağlıq arzulayıram, onun bütün qohumlarına, yaxınlarına səbir diləyirəm. Birinci növbədə vaxtınıza qənaət edib, Goranboy torpağına, müqəddəs Goranboy torpağına təşrif buyurduğu üçün hamınıza xoş gəldin deyirik. Allah canınızı sağ eləsin. Allah qəri-qəri rəhmət eləsin Fikrət Qocaya. Sağ olun. Sizin qardaşı gəlmiş Süzən xanıma. Buyurun Süzən xanıma. Sağ olun. Geldiğiniz için ağzınıza öz teşekkürümüzü bildirdik. Annemize çok sağ olun, çok var olun. Kendimlerin hakkında söz dinleyin. Ben eve geldim ki benim boyuma düşmez. Çünkü benden kalıp kardeşlerim tanıştı. Allah inşallah eylesin, cennet eylesin inşallah. Çok sağ olun, çok var olun. Allah şehitlerimize rahmet eylesin. Sizin analar karşınızda baş eğdi. Allah babalarınızı sözü bittiği yerde ana kelimesi çok taşı başa düşürer. Öpürüm sizin saçlarınızı. Sağ olun, var olun. Daşaltı çayına yol vermək üçün dağ öz ətəyini yığıb altına. Elə bil bu yeri yaratdığı gün düşübdür Allahın xoş saatına. Hər dağ öz rəngi ilə dünyaya baxır. Hər qaya elə bir qərinədir. Çay da əsrlərin dibindən axır. Hər dağ daşa dönmüş zamandır, nədir?
Göy səsi özünü atır qayadan, başqa qayalara dəyir qayıdır. Dərə ümman olur, gələndə duman, bulutlar üstündə boz qağayıdır. Dəyərli tədbir iştirakçıları, bu şairin 30 il düşmən taxtağında inləyib, nəhayət Ali Baş Komandanımız və rəşadətli Azərbaycan ordusunun, şəhidlərimizin, qazilərimizin canı qanı bahasına alınan gözəl Şuşamıza həsr etdiyi şeiridir. Tədbirimizdə şəhid ailələri, qazilərimiz də iştirak edirlər. Başımızın tacı olan, fəxr, qürur yerimiz olan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə can sağlığı arzulayırıq. Bugünkü tədbirimizdə 9 bacının bir qardaşı, şəhid olan Əli Vəliyevin bacısı Billurə xanım da iştirak edir. Çıxış üçün söz verilir Billurə xanıma. Ürəklərimizdən öpürəm. Biz bu günlərim Fikrət Əminin ocağına yığışmışıq. Bizim şirkətin rəhbəri Babək Qoca Fikrət Əminin qardaşı oğludur. Biz xanımlar üçün bu şirkəti yaratmışdıq, Biselli şirkətini. Biz 20 ildir bir yerdə işləyirik. Amma bu şirkəti biz 3 ildir qurmuşuq. Yəni, belə bir məlumat verim ki, mən 30 il ölü kimi yaşamışam. Həmişə bu sözü vurğulayıram. Nədənsə bu şirkəti qurandan sonra, bəlkə də şəhid adı daşıdığıma görə qürurla yaşayıram. Bir-birimizi qəşəng başa düşərik, yəqin ki, çox çətindir. Yəni, həm qürur duyuruq, şəhidlik adından qürur duyuruq, həm də çətin çəkirik. İllər keçirdə o yara ürəyimizdə keçməyəcək. Allahıma şükürlər olsun ki, bugünkü günü bizim o gözəl oğlanlarımızın sayəsində, qazilərimizin sayəsində torpaqlarımız azad olub. Ona görə mən şəxsən qürur duyuram ki, bəli, bizim şəhidlərimizin qanı yerdə qalmadı. Hər birinin qarşısında baş əyiləm. Mən həmişə bütün belə tədbirlərdə çox olurum. Onu qeyd edeyim ki, yəni hər biri qəhrəmandır. Hər biri qəhrəmandır, hər biri igiddir. Onlar elə igid olmasaydı, bizim bütün torpaqlarımızın bir qarşını düşmənlərə vermədilər. Biz anaları üçün, bacıları üçün fəxrlə döyüşdülər. Bizə aydınlıq, səma, körpələrimiz üçün gələcək yadigar verdilər, getdilər. Təşəkkür edirəm. Yağışda damdı, hara baxsam adamdır, insan axtarıram mən. Çıxış üçün söz verilir magistr tələbəsi, savadlı gəncimiz Aytaç Ələskərliyə. Buyurun Aytaç xanım. Əziz və dəyərli bizim üçün, hər birimiz üçün, xalqımız üçün dəyərli olan şəhid anaları və əziz, dəyərli Bizela firmasının dəyərli xanım əməkdaşları və Babək müəllim, hər birinizi salamlayıram. Bizim bura yığışmamızın səbəbi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi ilə bağlıdır. Fikrət Qoca mənim ən sevdiyim Azərbaycan xalq poeziyasının məşhur simalarından biri olduğu kimi də mənim ən sevdiyim şairlərdən biri olmuşdur və onun poeziyasını çox vurğulayıram. Xüsusilə o öz poeziyasında insanlıq, vətəndaşlıq, sevgi, təbiət və s. digər mövzulara toxunmuşdur. Və sizinlə burada iştirakınızın olması onun poeziyası ilə bir növ çox bağlıdır. Nə üçün? Çünki o öz poeziyasında həm ana, həm də qadın simvolunu önə çəkmişdi. Və xüsusilə də şəhid analarının burada iştirakı və Bizela firmasının zəhmətkeş, mübariz xanımların iştirakının olması çox anlamlıdır. Və bununla belə mən Fikrət Qocanın ən sevdiyim bir kiçik də olsa şeirini səsləndirmək istərdim. Fikrət Qoca demişdi, İnsan ən böyük uca zirvə ucalmağa başlasa, insan ən kiçik zərrə kiçilməyə başlasa,
bu fərq arasında insan insandır. Ucalmaq da asandır, kiçilmək də asandır. Hər birinizə təşəkkür edirəm. Çoxlu mahnılar bəstələnmişdir və bu mahnılar sevilə-sevilə oxunur və dinlənilir. Belə mahnılardan biri də bugün hörmətli müğənnimiz Mustafa Mustafayevin ifasında Əziz Anam mahnısı səslənəcəkdir. Sözləri Fikrət Qocanın, musiqisi Sevil Əliyevanın. Doğrudan da Fikrət Qoca bizim hər birimizin əlbumuna xoş gəldin deyirəm. Bizə də qonaqlarına. Fikrət Qocanın bir çox şeirləri var. Biz musiqiçilər də onları həvəslə oxuyuruq. Doğrudan da Əziz Ana musiqisi, eləcə də Gəl ey Səhər musiqisi doğrudan da bizim klasik musiqilərimizin öz yerlərini tutur. Mən də buradan Fikrət müəllimə ruhu şad olsun deyirəm. Təbii ki, mən canlı oxuyacağım, amma orada bizdə rus dilində deyildir, mensur qeyd ola bilər yanlışlarım olsun, çünki bunu böyük sənətkarlar oxuyur. Mən də haradasa ölkəsindən gəlməyə çalışarım və bu gözəl günümüzdə yenə də bu aziz xatirəmi Fikrət müəllimin hər birimiz yad edirik və gələn qonaqlarımıza da xoş gəldin deyirik. Biz də Mədəniyyət Mərkəzi, Goranboyran Mədəniyyət Mərkəzi adından hər bir şəxsə uzun ömür, can sağlığı arzu edirik və musiqimiz təbii ki, gəlsin. Sözlü anam, qəlbim kövrə eşqin solmaz bahar, gülər üzlü qara gözlü bana. Hara gitsem
Sən mənim ən acı həqiqətimsən. İsmiş gəncliyimdən çoraq gətirən, sən mənim sonuncu məhəbbətimsən. Yaş o yaş deyil ki, yolumu kəsim. Yaş o yaş deyil ki, açım qəlbimi. Təzədən danışım, başlayım, küsüm 17 yaşında cavanlar kimi. Yaş o yaş deyil ki, sənin izliyim, özümü odlara toxuyum yenə. Təzədən başlayım, təzədən küsüm 17 yaşında cavanlar kimi. Hər səni görəndə çaşıram düzü, hamı mənə baxıb gülür elə bil. Dilimi dişləyib demirəm sözü. Yaş, o yaş deyil ki, deyil. Ruhunda başlayarak hamısı cəzalarında. Söz verilir, tədbirimizdə bizə daim dəstək olan poeziya, şeirə, sənətə dəyər verən həvəskar şair ruhlu Şəfəq kənd tam orta məktəbinin kitabxanaçısı Həmayə xanımı. Buyurun Həmayə xanım. Çox möhtərəm qonaqlar. Mən də öz növbəmdə hər birinizi salamlayıram və hər birinizə xoş gəlmisiniz deyirəm. Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri. Azərbaycan poeziyasının nadir incilərindən, mən onu belə adlandırardım, nadir incilərindən biri. Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, prezidentin xüsusi mükafatçısı, xalq şairimiz, gözəl insan Fikrət Qocanın 90 illik yubileyinə yığışmışıq bugün. Hamımıza məlumdur ki, bu ilin avqust ayında xalq şairi Fikrət Qocanın 90 illik yubileyi tamam olur. Bu münasibətlə ölkə prezidentimiz Cənab İlham Əliyev sərəncam imzalamışdır. Sərəncama əsasən gözəl şairimizin 90 illik yubileyi Respublikanın elm və təhsil ocaqlarında təntənə ilə qeyd olunur. Çox sevindirici haldır ki, bugün Goranboy rayonunun Şəfəq Mədəniyyət Evinin rəhbərliyi də bu sərəncamı nəzərə alaraq deməli şairin gözəl bir gecəsini təşkil eləmişdir. Fikrət Qoca əzizlərim xalqının şairi idi. Fikrət Qoca elinin şairi idi. Fikrət Qoca həqiqətin şairi idi. Fikrət Qoca vətənpərvər şair idi. Ən əsas Fikrət Qoca insanlığın şairi idi. Onun haqqında çox danışmaq olar. Yəni biz onu cilt kitablardan, onu sosial şəbəkələrdən 56-cı ildən bu yana Azərbaycan ədəbiyyatı, Azərbaycan poeziyası Fikrət Qocanı tanıyır və onun şeirlərindən, onun irsi ilə yararlanır. Dediyim kimi, onun haqqında çox danışmaq olar. Onun kitabları Ağ Qağaylar, İnsan ömrü, Dənizdə, Ay Çiməndə, seçilmiş əsərləri, İnsan taleyi və bir çox başqa əsərləri ilə tanımışıq Fikrət Qocanı. Mən Fikrət Qocanı nikbin şair adlandırıram həmişə. Onun hansı mövzuya müraciət eləməyindən asılı olmayaraq onun şeirlərində bir çağırış var, onun şeirlərində bir nikbinlik var, onun şeirlərində insanı gələcəyə səsləyən bir fikir var. Bax ona görə budur Fikrət Qocanın özəlliklərindən biri bax budur. Dediyim kimi, mən onu həm də gəncliyimizin, cavanlığımızın, tələbəliyimizin şairi adlandırıram. Fikrət Qocanın dediyim kimi, o təkcə poeziya sahəsində deyil, ictimai həyatda baş verən proseslərə qarşı da o heç vaxt laqeyd qalmamışdır. Biz onun publisistik məqalələrində əgər ki, cavanlar arasında bunu bilməyən insanlar yoxdur və hörmətli şairimiz, hörmətli bəstəkarımız, üzr istəyirəm, deməli, bəstəkarına da ona Emin Sabitoğlu ona gözəl bir musiqi bəstələmişdi ki, illərdən bəri o öz populyarlığını itirmir. İndi icazənizlə mən onu sizin üçün danışardım. Fikrət Qoca, payız gəldi. Gözlərim hər axşam axtarır səni. Ürəyim yollardan qayıtmır evə. Sənsiz dalğalar da tanımır məni. Neyləyim? Ürəyim heç yatmır evə. Payız gəldi, uçdu getdi quşlar. Sən də getdin, bax, yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz.
küçələr, döngələr sənin səsindir. Yarpaq pıçıltısı, küçələr, döngələr sənin səsindir. Yarpaq pıçıltısı sənin səsindir. İşıqlar zil qara gözündən qalır. Bu şirin xatirə mənim bəsimdir. Payız gəldi, uçdu getdi quşlar. Sən də getdin, bax, yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz. Bu dənizin gözü yaşlı sənsiz. Dostlarım bilirlər nələr çəkirəm. Hər axşam könlümü alırlar mənim. Hər dəfə qapını döyən zaman qəm. Dostlarım sirdaşım olurlar mənim. Payız gəldi, uçdu getdi quşlar. Sən də getdin, bax, yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz. Bu dənizin gözü yaşlı sənsiz. Özümü aldadıb hər gün, hər səhər elə oxuyuram bu nəğməni mən. Vallah, sənin üçün çox darıxıram. Başqa nə gəlir ki, axı əlimdən? Payız gəldi, uçdu getdi quşlar. Sən də getdin, bax, yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz. Bu dənizin gözü yaşlı sənsiz. Bu dənizin gözü yaşlı sənsiz. Qoca payız yasının işığına toplaşan hər bir kəsi ürəkdən salamlayıram. Hər birinizə xoş gəldin deyirəm. Və mən də bir məktəbin, kocaman bir məktəbin, 130 ildən çox yaşı olan bir məktəbin müəlliməsi kimi Qoca poeziyasını oxuyam və hər dəfə o şeirlərdən ilham alırıq. Çox gözəl söylədi bizim xanımımız ki, nikbin şairdir. Bəli, bu nikbinlik onun şeirlərdən bizim qəlbimizə sürülür və biz də bu nikbinliyi yaşatmağa çalışırıq. Gənc nəslə tərbiyə etməyə çalışırıq. Böyük şairimizə rəhmət, Allah rəhmət eləsin, qalanlarına can sağlığı və bu gözəl şairimizin şeirlərini yaşadaq ki, onun şeirlərində elə şair də yaşamış olar. Şairin gözəl bir şeiri var ki, yaşayacaqdır. Belə bir şeiri var. Bu şeirdən bir-iki misralar demək istəyərdim. Uçub getdik bu dünyanın başının üstdən. Bir ömür də keçməyibdir yaşının üstdən. Heç qırış da düşməyibdir qaşının üstdən. Hələ bir ot göyətməyib daşının üstdən. Görə-görə, duya-duya yaşayacaqdır. Cavan dünya, gözəl dünya yaşayacaqdır. İnsan hələ milçəyə də verməyib canı. Amma insan canlı qırıb ulduzlar sanı. Kim qəfəsə salacaqdır tutub zamanı, torpaq yenə yaradacaq otu insanı. Yenə həyat dönüb toya yaşayacaqdır. Cavan dünya, gözəl dünya yaşayacaqdır. Mən bu şeyləri mənim gözəl bacılarıma deyərdim ki, bu şəhidlər bəli bizdən ötürü həyatlarını dəyişsələr də, amma biz onları hər an yaşatmağa çalışırıq bacardığımız qədər. Ona görə yenə deyirəm ki, yenə həyat dönüb toya yaşayacaqdır. Cavan dünya, gözəl dünya yaşayacaqdır. Hamınıza çox sağ olun deyirəm. Uşaq bağçasının körpə planlarının ifasında Azərbaycan şeirini dinləyək. Benim obam tamaşa, nəğməsən başdan başa, qəhrəman yurdum yaşa, şərəfim şanım yaşa, Azərbaycanım yaşa. Məlikəfli torpağım, tarlam, bostanım, bağım, mənim sevinç bulağım, zəfər dastanım yaşa, Azərbaycanım yaşa. Söz verilir gənc müəlliməmiz Rüsayət müəllimə. Yəni şəhid anaları, bacıları, yoldaşları olmaqda hörmətli qonaqlarımıza hər birinizi salamlayıram. Xoş gəldiniz. Mən də Fikrət Qocanın şeirlərinin bir sevən, onu necə deyirlər, həvəslə oxuyan bir oxucu kimi sizlər üçün bir şeir oxumaq istəyirəm icazənizlə. Şeirimizin adı Biz gedirik yaşıllarındır. Ömür keçir, saç ağarır,
qürurdan düşür. Qamət sınır, boy kiçilir, qürurdan düşür. Dost seyrəlir, cərgəmizə daha dən düşür. Yalan yaşar, amma meydan yalana qalmaz. Biz gelirik, dünya burada qalana qalmaz. Ömür də bir yol deyil ki, eniş yoxuşu. Yazdı, yaydı, bir də gördüm, payızdı, qışdı. Mən rahatlıq tapanacan cavanlıq uçdu. Gözəllik də ondan ilham alana qalmaz. Biz gedirik, dünya burada qalana qalmaz. Nə uduzduq, nə də udduq, bu bir oyundur. Bizi özü yoğunlatdı, özü də yondu. Lilim çöktü, suyum uçdu, odunum yandı. Torpaq heç vaxt özü torpaq olana qalmaz. Biz gedirik, dünya burada qalana qalmaz. Güləşənlər, yıxılanlar, yıxılanlar gedir. Fit verənlər, əl çalanlar, baxanlar gedir. Qulluq üçün dərisindən çıxanlar gedir. Bu şur ki var, qiyamətdə çalana qalmaz. Biz gedirik, dünya burada qalana qalmaz. Dünya üzü üzlər görüb, min yol düzlənib. Buralanıb, malalanıb, südü izlənib. Dünyamızı yaradan da qaçıb gizlənib. Mənəm deyib, taxtac salana qalmaz. Biz gedirik, dünya burada qalana qalmaz. Yer yananda ona o göylər yanır ağlayır. Yer kürəmiz qocalıbdır, oxul axlayır. Yaddaşında yaxşıları ancaq saxlayır. At oynadı, burada qılınc çalana qalmaz. Biz gedirik, dünya burada qalana qalmaz. Təşəkkür ederim. Nəsibli Zeynəb və Əhmədsoy Şəfəqə. Baharın ilk günləri idi, torpaq nəğmə deyirdi. Sözlər onun gülləri idi, torpaq nəğmə deyirdi. Gül ətri idi, quş səsi idi, sularının xoş səsi idi. Bilmirəm yağış səsi idi, torpaq nəğmə deyirdi. Yaşıl zəmin nazlanırdı, tomurcuqlar sözlənirdi. Bənövşələr gizlənirdi, torpaq nəğmə deyirdi. Uşaq öpdü qızını, bir qız yuyurdu özünü. Dumanlı şullar üzünü, torpaq nəğmə deyirdi, torpaq nəğmə deyirdi. Fikrət qoca, payız. Durna köçdü, lələk saldı, vida nəğməsini çaldı, yarpaqlar saralıb qaldı, köçən nəğməli quşlardan. Bağçalarda gülüşüyür, ağzımızda dil üşüyür, tənha qalıb görüşüyür, soyuq-soyuq yağışlardan. Çöllər unudur gördüyün, yağış yuyur, qurudur gün. Yağış yuyur, qurudur gün, ağaclar yuyulur bu gün, milyon baxışlardan. Budaqlar baş əyib bara, darçı sığmayıb mara, evə qayıdır manqara, enişlərdən, yoxuşlardan. Bir fəsilsən sən hər gündə, payız paltarı əynində, payız yoxsa ürəyində, gözlərində yağış ardan, gözlərində yağış ardan. 10-cu sinif şagirdi Gülayə Bayramlıya. Ölümünə mən inanmıram. Bir durna təkləndi, bir şam qaraldı. Bir dalga qıy çəkib itdi dənizdə. Şeir bir səs çatışmayır xoş nəğmənizdə. Keçib fırtınadan tufan içində. Işıqlı səhəri haqlamışdı o. Keçib tarixinin keçmə-keşində bir şair ürəyi saxlamışdı. Əyilib güllərə salam deyərdi, deyərdi. Işıqlı səhəri var hər bir günün, heç yana, heç yerə tələsməyirdi. Nə bilsin karvanı yığışıb gedir. Sözlərinə bəstələnmiş Gəl Səhər mahnısını dinləyək. Güneş
Samira xanım. Lisel evimizi şirkətinə çox sağ ol deyirəm. Bizim bu təklifimizi qarşılayıb gəldiyiniz üçün şəhid analarımızı, qazilərimizi, qazi ailələrimizi, şəhid analarımızı, şəhid yoldaşlarımıza çox sağ olunumuzu bildiririk ki, hər biriniz gəlib bu Fikrət Qocanın 90 illik yubileyində iştirak edərsiniz. Çox sağ olun. Hər birinizə minnətdaram. Samira xanım çox sağ olun. Çox gözəl təşkilat yaratmışsınız. Hər birinizə minnətdaram. Çıxış üçün söz verilir 5-ci sinif şagirdi Hümbətov Raciyəddin. Azəriyəm şeirini dinləyək. Alovlana, alovlana. İlk baharda doğuldum, lalə kimi yana yana. Onun içində baxışım, odlar var bənzəri. Azəriyəm, Azəri. Dağ başında şimşək olub, Misri mən qılıncım. Atlarımın nağlarından qopan topa qılıncım. Ulduz olub səmalarda sancdılar gecələr. Od oğlu döşpə kimi günəş məndə gecələr. Söz verilir Samira xanıma. Buyur Samira xanım. Sağ olun, ayaqlarınız var olsun. Samira xanım, çox təşəkkür edirəm. Hər kəsə dərin minnətdarımı bildirirəm. Babək, mən sizə təşəkkür edirəm, sizdən hər birinizə. Fikrət Qocadan bir dənə şey deyəcəm, bir kupleti sadəcə. Sən mənim ən əziz sirrim, istəyim. Sən mənim ən acı həqiqətimsən. İtmiş gəncliyimdən sonra getirən, sən mənim sonuncu məhəbbətimsən. Çox sağ olun, yenə də təşəkkür edirəm. Minnətdarımı bildirirəm hər birinizə. Bir daha sizlər var olun, ayaqlarınız var olsun. Düzdür, biz sizin evlatlarınızı əvəz edə bilmərik. Heç vaxt heç birinin əvəz edə bilmərik. Amma heç vaxt da unudulmayacaq. Heç vaxt da həmişə xatirələrdə qalacaqlar. Nə deyim, bu qədər. Beləliklə, dəyərli tədbir iştirakçıları, gəldik çıxdıq tədbirimizin sonuna. Bugün Azərbaycan poeziyasının dəyərli nümayəndələrindən biri olan Fikrət Qocanın 90 illik yubileyinə həsr etdiyimiz İnsan Axtarıram Mən adlı əbədi bədii kompozisiyamız sona çatır. Allahdan şairimizə rəhmət diləyirik. Sizə isə əziz tədbir iştirakçıları, hər birinizə öz dərin təşəkkürümüzü və hörmətimizi bildiririk. Ta Bakıdan bura gəlib Şəfəq kəndində bizim tədbirdə iştirak etdiyinizə görə sizə sonsuz təşəkkürümü bildirirəm. Sonda hörmətli xeyir əməl sahibi, kövrək qəlbli qazimiz Babək Qocanı səhnəyə dəvət edirik. Onun şəhid ailələrinə kiçik də olsa hədiyyələri var. Mən tədbirin əvvəlində danışdım, fikirlərimi bildirdim, amma tədbir yekunlaşanda şeir deyən balalar, fikirlərini deyən xanımlar, müəllimələr, hər bir ziyalımız, hər bir iştirakçı və hər birinizə dərin təşəkkür edirəm. Samira xanım, sizə də təşəkkür edirəm. Kiçik də olsa biz dedik, əli boş gəlməyək, kiçik də olsa, yəni mən belə şeydən biraz çəkinirəm, biz neynəsək də sizə, amma elə bilin ki, bir əzizdən, qardaşlarımızdan, yaxınlardan gəldirsiniz. Biz şirkətimizin kollektiv adından, nümayəndələr adından kiçik də olsa bunu qəbul edirik.
iştirak edənləri də təşəkkürnamə ilə təltif edək. Şirkətimizin adından belə bir təşəkkürnamə hazırladıq. Elə bu təşəkkürnamədə Fikrət Qocanın Sovet dönemində ən məşhur şeirlərindən, qısa şeirlərindən biri idi. Yəni o bir üsyan idi, bir azadlıq sədasında Babalarım şeiri var idi. Yəqin ki, birçoğunuz onu eşitmişsiniz. Babalarım şeirində deyir ki, Fikrət Qoca, babalarım kasıb olub, mərd olub. Qoçaq olub, mərd olub. Bəy olub, mərd olub. Qaçaq olub, mərd olub. Bəs bu namərdlər hardandır? Bax, bu mənə dərd olub. Allah heç birimizin ətrafında namərdləri olmanı nəsib eləməsin. Heç birimizin yanımızda namərd insanlar olmasın. İlk təşəkkürnaməni Gülar xanıma təqdim edəmək istəyirik. Gülar xanım. Gülar, buyur da. Bizim genç şahidimiz. Güzel dedin. Tacirə xanım zəhmət olmasa. Və təşəkkürnaməmizdə Samir xanım, biz belə qeyd elədik, siz də istəyərdim ki, mətnini biləsiniz. Hörmətli Tacirə xanım, mədəniyyətimizin inkişafında, əbədi irsimizin, mənəvi dəyərlərimizin qorunmasında fəal iştirak etdiyiniz, Fikrət Qocanın 90 yubileyinə həsr edilmiş tədbirdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun. Sənarə xanım zəhmət olmasa. Elməddin müəllim. Zahid müəllim. Çox sağ olun. Siz Sağ olun. Çok sağ olun. Şəfəq xanım, balaca balamız, amma gələcəyi parlaq balamız. Şəfəq xanım Əhməd Soy. Zeynep xanım. Yok. Çok sağ olun. Raciettin Gümbetov. Lalezer Hanım. Samira Hanım. Yok, Samira Hanım orada bir tane var. O Samira Hanım. Kara gelin on yukarı seçmeli.
bu təşkilatçılıqda, bu tədbirin təşkilatçılığında işin əvvəlindən, ilk gündən ən fəal iştirak edən xanım, hətta təşəbbüsü ileri sürən xanım idi. Kəmilə xanımı qısa zamanda tanıyırım, amma inanıram ki, çox uzun müddət fəaliyyətimiz olacaq. Şirkətimizin də ən fəal nümayəndələrində və rəhbərlərindən biri olacaq. Renat da xahiş edirəm, onun məqsədi olur, musiqi duyumu çox gözəldir, onu mütləq görürük. Samira xanım, həqiqətən, yəni mən deyərdim ki, bəylər, xanımlar, yəni bir çox şəhərin yerlərində, şəhər məktəblərində, təşkilatlarında, müəssisələrində, tədbirlərdə oluruq. Amma bu səmimiyyətlə, bu təşkilatçılıqla, bu professionallıqla bir tədbiri ərsəyə gətirmək və təşkil etmək o ruh istəyir, qəlb istəyir, o da sizdə var. Demək ki, düzgün seçim eləmişik, düzgün qərar vermişik. Çox sağ olun. Biz sevə-sevə Bakıdan çıxdıq bu gözəl torpağa, qəhrəman torpağa, qəhrəman diyara gəldik və çox da qəlb böyüklüyü ilə, hüzurla geri qayıdacaq. Çox sağ olun. Sağ olun, gəlsin. İnşallah. Bir də mənim bu kitablar